Yaxşı. Uşaqlar, burada elə şübhələndim ki, hesablamada səhv eləmişəm. Bağlayandan sonra gördüm. Baxın, burada 1-dən 5-də 1-in çıxıb 5-də 4 yazmalı idim. Demək 2, 3, 6, 5, 30, 120, 37, 4, 4, 4-ün 16, 2-yə vuranda 32. Elə rəqəmin çox balaca olmağından şübhələnmişdim ki, səhv eləmişəm. Tamam, demək 120 olan 32-dən ixtisar olmayan bu 8-ləri 32 eləyirsiniz. Qalan həllimizin hamısı doğrudur. 119-dan da 32-sini çıxın. Neçə eləyirsə yazın. Yaxşı, davam edək. Yəqin ki, qaydaların hamısı düzdür. Sadəcə hesablamalarda sorun ola bilər. O da məndə normaldır, texniki səhvlərdir. Tamam, mən sonra sizə nəyi izah edeyim? Kəsirlərin əbob əkobunu tapmağı öyrədim sizə. Tutaq ki, əbob 3-də 2 ilə 5-də 4-dür. İstəyir əbob olsun, istəyir əkab olsun, yadınızda saxlayın. Birinci uşaqlar, ortaq məxrəc tapırsınız bunları. 15-dir. 15-də 10-dan, 15-də 12. Sonra məxrəclə işiniz olmur. Məxrəc qalır. Əbob yuxarıda 10-dan 12-ni tapırsınız. 10-dan 12 ardıcıl cüt ədədlər olduğu üçün əbobları 2 verir. Demək 15-də 2 olur. Deyək ki, sizdən əkab sorursaydım. Əkab tapan zaman yenə 3-də 2 ilə 5-də 4-dür. Yenə ortaq məxrəcimiz 15-dir. Bu zaman yuxarıda, yəni sürətdəki ədədlərimizin əkobunu tapırsınız. 10-dan 12-nin əkobu eləyir 60. 60-ı bölürsünüz 15-ə, neçə eləyir uşaqlar? 4 eləyir. İndi sonra belə deyək. Ardıcıl cüt ədədlərin əbobu həmişə 2-yə bərabərdir. Əkobu isə bunların hasilinin yarısına bərabərdir. Fikir verin. 10-dan 12 idi. 10-u vurdum 12-yə, böldüm 2-yə. Neçə oldu? 60. Əkobunun yerinə bax, yuxarıda gördünüz. Bax, burada 60-ı hesablamadan yazdıq. Bu birinə baxırıq. Bir də dedik ardıcıl tək ədədlər. Ardıcıl tək ədədlər, yəni nə idi bayaq dedik? Qarşılıqlı sadə ədədlər. Bu zaman isə əbobumuz hər zaman 1 olacaq. Əkobumuz nəyə bərabər olacaq? A vurulsun B-yə. Bu da belə. Sonra sizə nəyi öyrədim? Tutaq ki, belə bir sual düşdü. Əkob 420 ilə 300. Əbob 420 ilə 300. Bu zaman uşaqlar bizim belə bir qaydamız vardı ki, əkob AB-ni böləndə əbob AB-yə bərabər olurdu C-yə. C ortaq olmayan sadə vuruqların hasilidir. Ortaq olmayan sadə vuruqların hasili. Qeydinizi götürün mütləq. İndi nə edirsiniz? 420-ni ayırırıq sadə vuruqdan. 0-ını sildik. Bura 2 5 yazdıq. 42 2-yə. 21 3-ə. 7 7 1. 300-dən. 1 0-ı sildim. 2 vur 5 yazdım. Zaten 10 deməkdir də. Buradan da 2 vur 5. Bir dənə 3 qaldı. 3-ə 1. Uşaqlar, dedik ki, ortaq olmayan. Birinci 2 ilə 2 ortaqdır. 3 ilə 3 ortaqdır. Başqa. Bu 2 ilə bu 2 də ortaqdır. 5 ilə 5 ortaqdır. Yerdə qalanlar hansıdır? Buradan bir dənə 7 qaldı. Bu tərəfdən də 5-in birini silməmişəm. Tamam. 5-də silək. Bir dənə 5 qaldı. 7-in vurasınız 5-ə. Cavab neçə olacaq? 35. Ta bir də əkobu tapıb, əbobu tapıb, sonra bir-birinə bölmürsünüz. Doğrudur, cavab düz alınacaq, amma diqqətli olun da, yəni qısa yolu varsa, niyə biz uzun yola gedək? Sonra belə bir qaydamız var. Demişik ki, əkob AB-ni vursaz əbob AB-yə bərabər eləyir, A vurulsun B. Tutaq ki, mən sizə belə bir sual versəm, əkob 12 ilə 20 vurulsun əbob 12 ilə 20. Ta burada əbob əkobu tapmağa ehtiyac yoxdur. 12-ni vurasınız 20-yə, cavab neçə olur? 240. Bu da belə. Sonra sizə nəyi öyrədim? Məsələn, testdə düşə bilər ki, A bərabərdir 8 üstü 17 vurulsun 25 üstü 23. Neçə rəqəmlidir? Rəqəmlidir. Uşaqlar, burada kural nədir? Birinci biz bunları 10 vuruğu yaratmalıyıq ki, neçə rəqəmli olduğunu tapaq. İndi siz də qüvvət dərsindən keçibsiniz ki, məsələn, A üstü M vurulsun B üstü M olsa, biz A-yı B-yə vurub üzərinə M yaza bilərik.
Demək, bizim də misalımızda birinci 8-i xırdalayıram. 2-nin üstü 3 yazıram. Üstündə 17. 25-i 5-in üstü 2, 23. Bu zaman 2 üstü 51 vurulsun. 5 üstü 46 oldu. Aha. İndi gördüyünüz kimi aşağını, yəni 2-ni 5-ə vura bilmirəm. Çünki üstləri fərqli ədədlərdir. Demək, 51-i parçalayaq. Yazaq 2 üstü 46. Vur 2 üstü 5. Vurulsun 5 üstü 46-mız qalır. İndi fikir verin. Bax, bununla bunun qüvvətləri eyni olduğu üçün vura bilirəm. 2-ni vurdum 5-ə 10. Üstündəki 46 qaldı. Vur. 2 üstü 5-imiz də neçə oldu? 32. Demək, 32 vurulsun 10 üstü 46. Yəni nə deməkdir? 32 arxasında 46 dənə 0 var. Bax, 46 dənə 0. Demək, onda 32-nin özü 2 rəqəmli. Üstünə də 46 gələsiz. Neçə olacaq? 48 rəqəmli olacaq. Mütləq 10 vurğu yaratmalısınız da, onlara diqqətli olun. Bir dənə də məsələn bu sualı verək sizə. Məsələn, A bərabərdir 33-ün kvadratı üstəgəl 55-in kvadratı. Natural bölənin sayı. Natural bölən. Birinci uşaqlar, 33 3 vurulsun 11-in kvadratı. 55 5 vurulsun 11-in kvadratı. İkisində də 11 kvadratı var deyə 11-in kvadratını çıxardırıq. Qalır 3-ün kvadratı üstəgəl 5-in kvadratı. 11-in kvadratı vurulsun 9, 25 toplursuz 34. Buradan 11-in kvadratı vur 34, 2 vur 17'dir. Endüstri dediğimiz zaman demişdik ki sadəcə qüvvətlərin üstünə bir yərik. 2 üstəgəl 1, 1 üstəgəl 1, 17-dən də bir dənədir, 1 üstəgəl 1. Vəssalam. Bunu hesab